Bilirik ki, meyvə bizim üçün həm vitamin, həm lif mənbəyidir. Liflər də bizdə qəbizlik, hemoroid, yəni qarşısını alır, həzmi asanlaşdırır. Amma miqdar çox önəmlidir. Gündəlik bizim meyvə ehtiyacımız 2 orta meyvə qədərdir. Yəni xırda meyvədirsə, deyək ki, gilasdırsa, bu 1 ovuc gilasdır. Bir dənə də orta boyda alma və yaxud da armuddur. Bunları həmən yeməkdən sonra qəbul etmək məsləhət görülmür. 2 əsas yemək arasında. Məsələn, saat 1-də siz öz yeməyinizi, proteinli, lifli qidanızı yediniz, bir də saat 6-da yeyəcəksiniz. Saat 3-də meyvə qəbulu ola bilər və səhər, deyək ki, səhər kahvaltıdan sonra 2-3 saat sonra bir meyvə qəbulunuz ola bilər. Amma hamiləlikdə çox miqdarda, bəzən hamilələr 1 kiloya qədər günə meyvə yeyirlər. Bu düzgün deyil, çünki vitaminlarla birlikdə bu meyvələrdə şəkər də var, yəni fruktoza var, hansı ki qanda qlukozaya çevrilir. Bu da bizim şəkərimizi çox artırır və bizə şəkərə meyillilik yarada bilər. Dölümüz çox iri ola bilər, gərəksiz kilo yığa bilər, biz kilo yığa bilərik və şəkər mübadiləmiz pozula bilər. Gecə yatmadan öncə də meyvə istifadəsi yenə də məsləhət deyil.